Diqqət, diqqət. Əziz ustalar, fikriniz bizdə olsa, zəhmət olmasa biz sizə kley haqqında məlumat verəcəyik. Bilirik ki, siz əsasda yorulduğunuz məsələ kley məsələsidir. Yəni o qədər belə deyək də, poddelka kleylə rastlaşırsınız ki, bəzən eviyyələrinə üz-üzə də qalırıq. Yəni məsəl üçün mən də bir aboy satan kimi, kley satan kimi məlumat verirəm ki, bu hallar çox başımıza gəlir. Aboy vururlar, bir müddətdən sonra birləşmələrindən aralanır, nə bilim, başlayır əlavə ləkələr əldə eləməyə, yəni divarda görsən müəyyən ləkələr yaranır. Bunun günahkarı nə ustalar deyil, nə aboylar deyil. Əsasən çox vaxtı bu kleylərdən olur. Ona görə kley alanda, kley seçimində mütləq diqqətli olmaq lazımdır. Ən keyfiyyətçi, ən yüksək keyfiyyətə malik olan hansısa, onları əldə eləmək lazımdır. Bizim təqdim elədiyimiz Venesiya kleyləri birbaşa İtaliyanın özünündür. İtaliya brendidir, belə bir şey çıxmasın, iştirik koduna qədər, nə bilim, bütün hər bir məlumatları üstündə əks olunub. Özünə güvənən, işinin peşəkarı, professional ustalar bizə diqqətlə qulaq asınlar. Yəni, işimizdə problem olmamağını istəyirsə, ən yüksək keyfiyyətli kley istəyirsə, yalnız bu Venesiya kleyləridir. İnşallah ki, indi az sayda mağazalarda var, amma tez zamanda bütün bölgələrimizdə, hər yerdə satışda olacaq. Kim istəsə əldə edə bilər. Yəni, birbaşa da bizim özümüzdən əlaqə saxlayıb götürə bilərsiniz. Keyfiyyətindən, yəni tam %100 arxan ola biləcəyiniz kleylərdən biri də Venesiya kleyləridir. Gedib adi poddelka kleyləri allanıb, yəni pullarınızı israf eləməyin.